Salam, hər birinizi xoş gördük. Necəsiz? Bugünkü canlı yayımımızda həmişəki kimi 9 mart buraxılış imtahanına hazırlaşanlara dəstək məqsədi iləndir. Riyaziyyatdan, yəni 9 mart buraxılış imtahanında təklif oluna biləcək suallar izahı olacaq. Ona görə vaxt itirmədən keçək sualların həllinə. Yavaş-yavaş ekranları bəyənin, canlımız qalxsın. Bu canlı yayımda hər formada suallar olacaq. Yəni çətin, asan, orta çətinlikdir, fərqi yoxdur. İndi bacardığım qədər də bu sualların buraxılış imtahanında, yəni əvvəlki imtahanlarda düşüb, təklif olunub. Bu imtahanda düşmə ehtimalı böyükdür. Hətta düşməsə belə oxşar suallar, yəni bunları bilən şagird, təkrarlayan şagird imtahanda da problem yaşamaz. Keçək suallara. Hər formada sual olar. Sadəcə ekranları bəyənin, bizim səhifə spamdadır. Yeri gəlmişkən. Buradakı sualların öz nömrəsi ilə yazıram. Bax, ilk belə sual, 8-ci sual. Y-in asıllığı x-dən. Y-in asıllığı x-dən. Bura 60 dərəcədir. Deyir, qrafikaya görə xətti asıllığı müəyyən edin. Bax, belə bir sual. Deyir, qrafikaya görə xətti asıllığı müəyyən edin. Bax, belə bir sual. İmtahanda sizə təklif oluna biləcək sualdır və dəfələrlə də bu formada suallar təklif olunub, rastına gəlir. Y-in x-dən asıllığı verilib 60 dərəcə. Deyir, bu şəklə görə asıllıq hansı şəkildə, hansı formada olar? Əvvəla biz burada görürük ki, biz demişdik, dəfələrlə canlı yayında mən dərsdə də sizə demişəm. Demişəm ki, əgər bir asıllıq koordinat başlanğıcından keçən düz xətdirsə, o 100% y bərabərdir kx şəklindədir. Elə deyilmi? Yəni, bu asıllıq y bərabərdir kx şəklindədir. Yəni, bu sadə bir bilişdir. Dəfələrlə mən demişəm. Düz xət koordinat başlanğıcından keçirsə, o düz mütənasib asıllıqdır. Yəni, y bərabərdir kx şəklindədir. Əgər biz burada k-nı tapsaq, beləliklə bu asıllığı tapmış oluruq. Yəni, bizə əsas burada nə lazımdır? K. İndi sual verə bilərsiniz ki, burada k-nı biz necə tapaq? Axı, burada koordinat yox, bir şey yox. Biz bilirik ki, k həm də nəyə bərabərdir? K bərabər idi tangens alfaya. Və bu alfa apsis oxunun müsbət istiqaməti ilə, yəni bu düz xəttin apsis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaq. K-nın da tangens alfa olduğunu biz bilirik. Alfa bizdə 60-dır, bərabərdir tangens 60. Tangens 60 dərəcədə bilirik ki, kökdə 3-dür. Bizə lazım olan k tapıldı. K tapıldıqdan sonra qutardı, hazırdır da. Y bərabərdir kx deyildi. Yerinə yazıram, olur. Kökdə 3x. Bizdən burada asıllıq soruşulurdu. Y bərabərdir kökdə 3x. Bax, əsl buraxılış imtahanında sizə təklif oluna biləcək sualdır. Aydın oldu. Asıllıq soruşulurdu. Həmən o asıllıq y bərabərdir kökdə 3 şəklindədir. Növbəti bir sualımız. Növbəti sual uşaqlar. Belə samballı sualdır həqiqətən. İstəyirəm ondan da yazın. İmtahanda sizə təklif oluna da bilər, hətta olunmasa belə bu sualı bilməkdə sizin üçün çox böyük fayda var. Sual bax bu şəkildədir. 9-cu sual. Bu sual sizin çoxunuza tanışdır, samballı sualdır. Bu sual yenə deyirəm, ola bilər ki, sizə buraxılışda təklif olunmasın. Amma bu sualı bilməkdə çox böyük fayda var. Baxırıq bura. 36b kvadrat minus 4ax minus a kvadrat çıxılsın 4x kvadrat. Bax, deyir, bu ifadəni götür vuruqlara ayır. Bax, bu sual. Bu ifadənin bizdən vuruqlara ayrılması soruşulur. 36b kvadrat minus 4ax minus a kvadrat çıx 4x kvadrat. Sual çox rast gəlinən suallardan biridir. Mən çox görmüşəm bu şəkildə sualları şagirdlər
qruplaşdırır falan. Yəni normaldır da bu. Təbii ki, ilk dəfə işləyən şagird həmişə müəyyən bir yollar axtarır da. Bir yolla gedir, alınmır, keçir növbəti yola. Axır bir yol tapır, tapdıqdan sonra da bir-iki dəfə də buna oxşarları yazır. Bu artıq şagirdin yaddaşına həkk olunur ki, bu formada sual belə həll olunur. Yəni bu normaldır da, bu əzbərçilik falan deyil. Aydın oldu. İndi baxaq bura. Burada qruplaşdırma falan heç bir effekt vermir. İlk baxışdan belə sizə nəsə aldadıcı gələ bilər. Yəni necə qruplaşdırma, 2-2 qruplaşdırma bir faydası yoxdur. Biz burada necə edirik? Buna dəymirəm. Bu kvadratdır və görürsən ki, bu da kvadrata oxşuyur. Amma burada mənfilər korduyur. Sən bunu necə edirsən? 36b kvadrata dəymirsən. Minus. Digər hissəni götürüb mütərizə içində yazırsan. Elə deyilmi? Yazırsan ki, 4ax üstəgəl a kvadrat üstəgəl 4x kvadrat. Elə deyil. Qarşıda mənfi olduğuna görə mənfi bütün hər bir həddi əksinə dəyişir. Aydın oldu. Mənfi hər bir həddi əksinə dəyişir. Dəyişdi 36b kvadrat. Minus yazdım. Bu mənfi idi, müsbət, mənfi idi, müsbət. Bax, bunlar bu şəkildə. Misallı elə bir ki, bir pillə misala qalib gəldim. Bir pillə. Onu sadələşdirdim. Fikrim çatdı sizə nə deyirəm. Növbəti işin nədir budur? Növbəti işin biraz da qabağa gedirsən. 36b kvadrat nədir səndə? 6b-nin kvadratıdır da. 6b-nin kvadratı minus. Bu da sənə tanışdır. Əgər sən müxtəsər vurma düsturları ilə bağlı çoxlu testlər işləyirsənsə, bunu bilməlisən. Bu sənə verəcək a üstəgəl 2x-in nəyi? Kvadratı. Doğrudan da belədir. Sadəcə bunların yerləri dəyişilir uşaqlar. Eynidir. A 2x-in kvadratıdır. A kvadrat 4x kvadrat hasilinin 2 misli. Artıq biz burada nə görürük? İki ifadənin kvadratları fərqini görürük. Elə deyil. Bu da bərabər. İki ifadənin kvadratları fərqi olanda biz necə hərəkət edirik? Dedik ki, iki ifadənin kvadratları fərqi olanda bir dəfə fərq, bir dəfə də cəm. Yəni, bir dəfə yazıram 6b minus bu ifadə. Minus olanda yenə dəyişilir. Minus a minus 2x. Bir dəfə də olacaq 6b üstəgəl bu ifadə. Üstəgəl a üstəgəl 2x. Bax bu şəkildə. Bir dəfə 6b minus bu ifadə. Bir dəfə də 6b üstəgəl bu ifadə. Yenə deyirəm, bu testin sizə buraxılış imtahanı düşmə ehtimalı çox böyükdür. Amma düşməsə belə, yəni təklif olunmasa belə, bunu bilməkdə çox böyük fayda var. Yəni, bu test tapşırığını rahat şəkildə həll edə bilən şagird müxtəsər vurma düsturları haqqında nəsə bilir, deyə bilərik. Aydın oldu. Bu belə. Bundan da yazdıq. Növbəti, trapesiya ilə bağlı. Bax, ən çox təklif olunan məsələ tiplərindən biri. Trapesiya ilə bağlı. Məsələyə baxaq. İnşallah, ekranları biraz bəyənək də. Bizim canlı düşür aşağı. Çünki ekran bəyəni zəifdir deyə canlımız düşür. Sürətlə bəyənək, hələ misallar qarşıdadır. 59 sayılı test tapşırığı. 59. 59-a nədir? Deyir, diaqonalları qarşılıqlı perpendikulyar olan düzbucaqlı trapesiya. Söhbət burada gedir düzbucaqlı trapesiyadan. Bax, hər hansı bir düzbucaqlı trapesiyadır. Və götürək A, B, C, D. Düzbucaqlı trapesiyadır. Amma ixtiyari düzbucaqlı trapesiya deyil də. Diqqətlə baxaq. İxtiyari deyil. Diaqonalları perpendikulyar olan düzbucaqlı trapesiyadır. Diaqonallar perpendikulyardır. Görə bilirik. Diaqonallar perpendikulyardır. Diaqonalları qarşılıqlı perpendikulyar olan düzbucaqlı trapesiyanın kiçik oturacağı 4-dür. Diqqət. Kiçik oturacaq bax bura 4-dür. Hündürlük 6-dır. Hündürlük bax bura 6-dır. Bu trapesiyanın böyük oturacağı soruşulur. Bunu da bir təkrar edək. Bu sizə çox rast gələn sual tiplərindən biridir. Dedim, bunu da bir təkrar edək ki, bununla bağlı məşhur düstur var. Elə mən bunu düsturla gedirəm də. Çoxlu test işləyən şagirdlərə tanış məsələdir bu. Düzbucaqlı. Özü də burada bu düstur nə vaxt tətbiq olunur?
düzbucaqlı trapesiyanın diaqonalları perpendikulyardırsa, yenə deyirəm uşaqlar, bu düsturu siz necə gəldi, ürəyiniz istədiyiniz kimi tətbiq edə bilməzsiniz. Burada olmalıdır, trapesiya düzbucaqlı olmalıdır və trapesiyanın diaqonalları qarşılıqlı perpendikulyar olmalıdır. Bu ikisi mütləq ödənməlidir. Əgər düzbucaqlı trapesiyanın diaqonalları qarşılıqlı perpendikulyardırsa, onun hündürlüyünün belə bir düsturu var. Hündürlüyün kvadratı bərabərdir oturacaqların hasili. Yəni, h kvadrat bərabərdir a vurulsun b. Aydın oldu. Qiymətləri yerinə qoyaq. h 6-dır. Oldu 6-nın kvadratı bərabərdir. A bir oturacaqdır 4, vurulsun digər oturacaq. 36 bərabərdir 4b. B də oldu neçə? 9. Trapesiyanın digər oturacağı oldu 9. 2 vur 4, 8 nədir? Hə? Növbəti nisbətən bir çətin məsələ. Diqqət. Nisbətən bir çətin məsələdir bu. Diqqət. Baxaq, bura qəşəng məsələdir. 20 nömrəli sual. Çevrə ilə bağlı. Bu məsələ səhv eləmirəmsə topluda da olmalıdır. Amma qəşəng məsələdir. Deməli, belə bir çevrə verilib. Bax, bu şəkildə. Bu çevrəyə buradan A nöqtəsindən 2 dənə toxunan çəkilib. O çevrənin mərkəzidir. B, A, C. Bax, buradan keçmək şərti ilə gəlir bura. Bu Y nöqtəsi, D nöqtəsi. Uşaqlar, bu nisbətən çətin test tapşırığıdır. Buraxılış imtahanında sizə təklif oluna bilər. Bunu bilsəniz, bunu bilən şagird çox şey bilir. Mərkəzi O nöqtəsində olan çevrədə AB, mərkəz O nöqtəsidir. Mərkəzi O nöqtəsində olan çevrədə AB və AC toxunanlardır. Şəkildən görünür də. AY bölünsün BY, AY bölünsün BY. Bu 3 bölünsün 4 və DY 6'dır. DY bərabərdir 6'dır. CD-ni səndən soruşur. Çox möhtəşəm məsələdir. Nisbətən çətinliyi də var və həm də bunu bilməkdə bir fayda var. Qəşəng məsələdir. Demək, belə bir şəkil verilib bizə. Bu şəklə görə deyir ki, AB ilə AC toxunanlardır. Bunlar toxunandılar. AY-nin BY nisbəti 3/4'dür. DY səndə 6'dır. Səndən CD soruşulur. CD yəni bax bu parça. CD, bax bu parça soruşulur. Qəşəng sualdır. Baxırıq bura. Diqqət. Uşaqlar, ekranları sürətlə bəyənək. Qəşəng məsələlər həlli var burada. Canlımızda yenə problem var həmişə kimi. Bilinmir, nədir? Burada heç nə birləşdirmir. Əvvəla verilənləri şəkil üzərinə köçürdək. Qəşəng şəkildə. Nə deyir? Deyir, AY bölünsün BY 3/4'dür. Əgər biz AY-yə AY bölünsün BY 3/4'dür. Yəni AY-yə mən 3x desəm, BY olacaq 4x. Elə deyilmi? Məsələdə deyir də bizə. Deyir ki, AY böl BY 3/4. AY-yə 3x, BY deyirəm 4x. DY də səndə 6'dır. DY 6'dır. DY. Amma bizdən bu soruşulur. Baxaq bura. Uşaqlar, burada çoxlu biliklər sizin üçün təkrarlanacaq. Həm məsələ nisbətən çətin məsələdir, həm maraqlı məsələdir. Və bir məsələnin içində, baxın, görün, çoxlu biliklər sizin üçün təkrarlanır. Diqqətlə baxırıq bura. Verilənləri yazdım. 3x, 4x, burada 6. Aydın məsələdir ki, uşaqlar, bax, bu AB bizdə 7x-dir. Buna heç kəsin şübhəsi yoxdur. Parçaların toplanması aksiyomuna görə, qaydasına görə. Bura 7x-dirsə, siz mənlə razılaşın ki, burada 7x-dir, AC də 7x-dir. Niyə 7x-dir? Çünki biz bilirik ki, bir nöqtədən çevrəyə çəkilən toxunanlar bərabərdir. Və yaxud da bu nöqtə ilə toxunma nöqtələri arasındakı məsafələr bərabərdir. Yəni, bura 7x-dirsə, bu hissə də 7x-dir. Bu məlum. Bax bura. Sonra belə bir məşhur xassə var. Bunu
Çevrə ilə bağlı çoxlu test işləyən, tapşırıq işləyən şagirdlər bunu yaxşı bilir. Bir nöqtədən çevrəyə 2 toxunan çəkmək olur. Çevrənin mərkəzi bu toxunanlar arasındakı bucağın tənböləni üzərindədir. Yəni, bu AO tənböləndir. Bu qaydadır. Bu AO tənbölən olur. Aydın oldu. İndi baxaq bura, diqqət. Bu üçbucağı görə bilirsiniz. Bax, bu üçbucaq. Daha bu üçbucaq. Nə də deyirəm bu üçbucaq. Bu üçbucağın adındır. Hə? Adı da bu. YAC. YAC üçbucağını görürsünüz. Bu hissə 3x-dir, bura 7x-dir, bura 6-dır. Bu tənböləndir. Bunu soruşur. Üçbucaqda tənbölənin məşhur xassəsinə görə. Nədir o xassə? Üçbucağın tənböləni qarşı tərəf, digər iki tərəflə mütənasib parçalara bölür. Yəni, birbaşa yazıram 3x-in 7x-ə nisbəti, 3x-in 7x-ə nisbəti, 6-nın da DC-yə nisbəti. Və buradan biz DC-ni tapırıq. Aydın oldu. X-lər gedir. DC bərabərdir birbaşa. 14 olar inşallah. Hə? 2-yə vursam 6, 14. DC bərabərdir 14 santimetr. Aydın oldu. Gördünüz, möhtəşəm məsələdir və bunun içində nə qədər bir işlər təkrarladı. Məsələ etiraf etmək lazımdır ki, nisbətən çətin məsələdir. Nəyə görə deyirəm? Onu görmək lazımdır orada. Aydın oldu. Görməlisən sən. Bu tənböləndir. Bax bu şəkildə. Yazdım, alındı. DC oldu 14. Bu belə. Növbəti bir məsələmiz. İnşallah ekran bəyənlərini saxlamayaq da, ekranı bəyənək, canlını bəyənək. Bu canlımız, səhifəmiz spamdan çıxsın. Çətin deyil deyən yerdəki, nə bilim, 136, bax, üslü bərabərsizliklə bağlı bir məsələ. 3 üstü x, üstə gəl, 10 bölünsün 3 üstü x, kiçikdir 11. Bərabərsizliyin tam həllərinin hasilini tapın. Deyir, bərabərsizliyinin tam həllərinin hasilini sən tap. Çox məşhur bir test tapşırığıdır. Bərabərsizliyin tam həllərinin hasilini tapın. 3x 10 bölünsün 3x kiçikdir 11. Biz burada dərhal düşünmədən, çünki elə bərabərsizliyin elə test tapşırıqları var ki, orada biraz düşünürsən, ehtiyat edirsən, burada düşünmədən hər tərəfi nəyə vururuq? 3x-ə. İndi sual verə bilərsiniz ki, 3x-in işarəsi məlumdur, bəli. Çünki üstü funksiyadır, üstü funksiya həmişə müsbət qiymətlər alır. Bunun işarəsi müsbətdir, ona görə belə deyək, könül rahatlığı ilə bunu vururam və işarəni də dəyişmirəm. 3x-ə vursam olacaq 3-2x, üstə gəl 10, kiçikdir 3-x vurulsun 11. İxtiyarım çatır da. 3x-ə vurdum sadəcə. 3-2x, üstə gəl 10, kiçikdir 3-x 11. Bu 3-x vurulsun 11, keçidirəm bərabərsizliyin sol tərəfinə. 3-2x minus 3-x vur 11, üstə gəl 10, kiçikdir 0-dan. Kiçikdir 0-dan. İstəyirsiniz bunu əvəz etməklə yazaq, amma yazmasaq da olardı birbaşa. Ev yox, 3x-ə 1, t əvəzləməsi deyirəm. Olur t kvadrat minus hə 3x-ə 1 t əvəzləməsi deyirəm. 3x-ə t desək, nə olacaq burada? 3x-ə t deyirəm. Olacaq t kvadrat minus 11t üstə gəl 10 kiçikdir 0-dan. Kiçikdir 0-dan. Bunun da şifahi kökləri 1 və 10-dur da uşaqlar. 1, 10 deyilmi? Cəmi 11, hasili 10. Deməli, bunun kökləri t daxildir 1-dən 10-a. T'nin yerinə də 3x yazıram. 3x daxildir 1-dən 10-a. Ya istəyirsən elə belə saxla, bizə tam həllərin cəmi lazımdır. Ya da 3x-in bu aralığa daxil olmağı nə deməkdir? 3x kiçikdir 10-dan, böyükdür 1-dən. Belədir də. 3x 1-dən böyükdür, 10-dan kiçikdir.
O deyir ki, bu bərabərsizliyin tam həllərinin nəyin soruşurdu burada? Yadımdan çıxdı. Hasilini tapın. Hə, burada uşaqlar, bəzən uşaqlar götürüb məsələn burada qeyri-adi bir şey axtarır. Tam həllərinin hasili demir. Sən bunun tam həllərini tap da. Şifahi görünür də. Burada düşən tam həllər hansılardır? Məsələn, 1-dir, 0 düşmür də. 1 düşür, 2 düşür, 3 də düşür. Düşmür. 27. 1 və 2. Bunların hasili 1 vuraq 2. Cavab oldu 2. Aydın oldu. Bax, belə bir sual. Var idi, həlli də oldu belə. Növbəti. Növbəti loqaritmik. Yenə üstü və loqaritmik bərabərsizlik bir arada. Qəşəng bir sualdır. Uşaqlar, bu sual həqiqətən qəşəng sualdır. İndi dediyim sual deyirəm. Möhtəşəm bir sual. Sualda nə deyir? Bax, 106 sayılı sual. 3 üstü kök altda 1 minus x minus x üstü logaritm 5 əsasdan x üstü deyildi. X logaritm 5 əsasdan x böyükdür 0. Bərabərsizlidir, həll edin. 3 üstü kök altda 1 minus x logaritm 5 əsasdan x böyükdür 0. Bərabərsizliyini deyir, həll edin. Baxaq bura. Qəşəng sualdır. Belə bir bərabərsizlik çox şagirdin, yəni deyir o altını cızaraq deyirəm, çətinlik çəkdiyi sualdır. Burada qeyri-adi bir şey axtarırlar, həll edirlər, ki, x-i tapmaq istəyirlər falan. Uşaqlar, bu formada bərabərsizliklərin ən gözəl bir həll üsulunu sizə deyirəm. Diqqətlə məni dinləyin uşaqlar, salam. Diqqətlə məni dinləyin, sizə bir açar bir bilik deyirəm, qızıl bir bilikdir. Bəzən elə bərabərsizliklər var ki, onları həll etməyə çalışırıq biz. Bu çox gözəl bir bilikdir. Sizə imtahanda, ümumiyyətlə nəinki imtahanda, testlər izahında, həllində lazım olacaq. Elə bir bərabərsizliklər var ki, biz o bərabərsizlik üçün belə qeyri-adi həllər, üsulu axtarırıq. Amma o bərabərsizliyin həlli onun təyin oblastında gizlənir. Yəni, elə bərabərsizlik var ki, o bərabərsizliyin təyin oblastı elə onun həllidir, bəs edir onu. Yəni, başqa bir şey ehtiyac yoxdur. Necə deyirəm? Bax, bura. Birinci, biz bunun təyin oblastını işləyək, görək başımıza nə iş gəlir. Həlli yoxdur, xeyr, var inşallah. Bu kök altıdır, görə bilirsən. İstəyir kök altı üstdə olsun, istəyir qıraqda olsun, fərqi yoxdur. Bu kök altıdırsa 1 minus x böyükdür, bərabərdir 0 olmalıdır. Çünki cüt dərəcədə, cüt dərəcədə kök altı böyük bərabər 0-dır. Və bir də, bu x-i görürsən, bu x də müsbət olmalıdır. Çünki loqaritm müsbət ədədlər üçün təyin olunur. Bunu yazdım, kök altda 1 minus x böyük bərabər 0. Bunu da yazdım ki, x böyükdür 0. Bunu həll edək. Buradan alıram ki, x kiçikdir, bərabərdir 1-dən. Elə deyilmi? Buradan da alıram ki, x böyükdür 0-dan. Bunun həlli olacaq 0-dan 1-ə. 0-ı almır, 1-i alır. Bu hələ təyin oblastıdır. Diqqət. Əziz və dəyərli şagirdə, diqqət. Bax, əsl yeri buradır. Bu hələ bərabərsizliyin həlli deyil. Mən bilmirəm bərabərsizliyin həlli nədir. Mənim tapdığım y-dir. Yəni, bu bərabərsizlikdə iştirak edən funksiyanın təyin oblastıdır. Bu təyin oblastını görə bilirsiniz 0,1. Bax, 0,1 bu üstü funksiyadır, müsbətdir. Biz bilirik ki, loqaritmaltı ifadə 0,1 aralığındadırsa, əsas da 1-dən böyükdürsə, uşaqlar, bax, bu müsbət olur, mənfi olur. Elədir. Əsas yeri buradır. Diqqətlə baxaq bura. Görürsünüz ki, x 0 ilə 1 aralığında olanda, bu 1-dən kiçik, bu 1-dən böyük olanda loqaritm mənfi olur da, bu məşhur bilikdir. Məsələn, loqaritm 5 əsasdan 2-də 1, bu mənfidir. Loqaritm, nə bilim, 3 əsasdan 7-də 3, bu mənfidir. Bu mənfidir, bax, bu loqaritm.
0-1 aralığında olan ədəd bu müsbətdir. Buna vursa mənfi, bu mənfi olur. Qarşıdakı mənfi də bunu edir müsbət. İki müsbətin cəmi həmişə müsbətdir. Biz buradan gördük ki, bu loqaritmik bərabərsizliyin təyin oblastı bizə kifayət edir. Kifayət edirsə bəsdir də. Yəni, başqa bir şey axtarmağa ehtiyac yoxdur. Başqa da nəsə də olsa, o da gəlib təyin oblastla kəsişəcək, elə təyin oblastının özünü verəcək. Yəni, bərabərsizlikdə belə bir qəşəng metod var ki, bərabərsizliyin təyin oblastı bərabərsizliyi ödəyirsə, o bəs edir. Başqa bir şey axtarmağa ehtiyac yoxdur. Zaten başqa nələrsə də olanda biz o təyin oblastdan onu kəsişdirəcəyik. Yəni, axırda yenə o təyin oblastı götürərik. Bu təyin oblast bəs edir. Deməli, bu bərabərsizliyin həlli oldu 0-1 yarım intervalı tutardı. Aydın oldu. Bax, bu çox möhtəşəm bir bilişdir. Bərabərsizliyin təyin oblastı bərabərsizliyi ödəyirsə, o artıq həll götürülür. Bu da belə. Bunu da sizə çatdırdım. Növbəti sualımız. Belə sual düşmə ehtimalı var, niyə olmasın? Çünki buraxılış imtahanında bəzən bir çətin sual da düşür. 1, 2, bir neçə. 1, 2 deyək də, bəzən olur da 2 çətin sual olur da, buraxılışdır. Belə deyək də, uşaqlar, sizə bir söz deyim və bunu da sizə demək istəyirəm, dəfələrlə demişəm. Siz 11-lərin buraxılışı ilə 9-ların buraxılışı ayrıdır. Bilirsiniz nəyə görə? Çünki 11-lərin buraxılışı dolayı yolla həm də ali məktəb imtahanıdır. Nolsunu buraxılışdır. Çünki böldülər axı 2 yerə. Birinci mərhələ, ikinci mərhələ. Oradan da bal yığmalısan, sonra blok imtahanı. Ona görə siz 9-ların buraxılışı ilə 11-in buraxılışına eyni prizmadan baxmayın. Amma yenə də buraxılışdır da çox suallar sadə olur. Onu da deyim sizə. Bu oldu belə. 70-ci sual kompleks ədədlərlə bağlı sadə bir sualdır. Bir üstə gərək i üstü 7 vurulsun 1 çıxılsın i üstü 7. Bax, bu ifadəni deyir sadələşdir. Bu ifadəni deyir sadələşdir. Sadə bir sualdır. Yəni, belə də mürəkkəb bir sualdır. Təşəkkür. Ekranları biraz bəyənək də. 18.000 bəyəni çox aşağıdır uşaqlar. Çox. %128 baxaq da. Bax, sizə imtahanda düşə bilər. Keçən illəri kompleks ədədlərlə bağlı sual təklif olunmuşdu 11-lərin buraxılışında. 11-lərin buraxılışında kompleks ədədlərlə bağlı sual təklif olunmuşdu. Çox sadə, bəsit və primitiv sual idi. Rəy yerinə yazılır. Kim keçənki 11-lərin suallarına baxıb, əgər xatırlayırsınızsa, orada 11-lər üçün kompleks ədədlərlə bağlı sual necə idi? Kimin yadındadır? Baxın, kimsə o suallara baxıb. Desəm, şoka düşəcəksiniz. O qədər sadə, primitiv sual düşmüşdü. Bəli, əhsən, bu kimdirsə, bunun nə güclü yaddaşı var. Bəli, bəli. 4-2i kompleks ədədinin qoşmasını deyir tapın. Yəni, bəzən rəy yerlərində gəlib yazırlar, o imtahandan xəbəri olmayan, imtahanı bilməyən. Asan sual, təbii ki, mən canlı yayında həll elədim suallar sırf buraxılış tiplidir. Orada asan, çətin, orta çətin, hər formada sual var. Adam gəlib deyir ki, bu nə sualdır, belə sual düşür. Deyirəm, keçən illəri 11-lərin blok imtahanı, buraxılış imtahanı 4-2i kompleks ədədinin qoşması deyir hansıdır? Yəni, bu sual təbii ki, bəsit sualdır da. Bunu bilmək üçün sadəcə bir dənə cavabı qaralamaq kifayətdir. Burada qələmə ehtiyac yoxdur ki, nə yazarsın? Qələmə bir şeydə ehtiyac var ki, cavabı qaralayasan. 4-2i'nin qoşması onun plusudur.
1 plus i üstü 7, 1 minus i üstü 7. Onu da deyim ki, sizə kompleks ədədlərlə bağlı sual təklif olunsa, çox sadə sual təklif olunacaq. Elə də çətin olmayacaq. Bunları bir yerə yığıram. 1 üstə gəl i, 1 çıxılsın i, üstü 7. Üstü 7. 1 plus i, 1 minus i. Yəni, cəmin fərqi hasilidir. Bu bizə nə verir? Kvadratlar fərqi 1 minus i kvadrat üstü 7. Hə? I kvadrat mənfi 1-dir. 1 plus 1, 2, 2 üstü 7, 128. Test tapşırığının doğru cavabı bəli, 128. Növbəti 31 nömrəli sual, trigonometrik tənlik. Möhtəşəm bir trigonometrik tənlik. Demək, 31-ci sual, bax, belə bir sual. Qəşəng sual. Diqqət. Kök altda 8 üstə gəl kosinus x. Üstə gəl kosinus x bərabərdir 4. Bir tənliyini həll edin. Kökdə, bax, bu ifadə plus kosinus x bərabər 4. İlk baxışdan sizi qorxuda bilər. Çünki şagirdlərin ən həssas yeri kök altıdır. Biraz problem yaşayırlar tənliklərdə. Təşəkkür. Bir də üstünə də trigonometriyanı gələndə ümumiyyətlə. Amma məlum biliklərdən istifadə edirik. Nədir o məlum biliklər? O məlum biliklər budur. Kök altında, yəni sən buna adi tənlik kimi bax. İrasional tənlik kimi. Necə baxarsan? Bax bu şəkildə. Tutaq ki, burada kosinus x yox, adi bir x olsaydı, sən necə yazardın? Kökü təkləmə usulu. Biz burada nə edirik? Kök altda 8 üstə gəl kosinus x bərabərdir 4 minus kosinus x yazırıq. Yəni, adi irrasional tənlik kimi. Kök altda 8 plus kosinus x bərabərdir 4 çıxılsın kosinus x kimi baxır. Burada qeyri-adi bir şey yoxdur. Kvadratı yüksəldərik, o öz yerinə tələsməyək. Əvvəl bunun sağ tərəfinə baxaq. Görək ki, bunu həll edəndən sonra yerinə yazıb yoxlamaq lazımdır. Bu, irrasional tənlikdə də belə idi də. Yəni, biz irrasional tənliyi həll edəndən sonra ya təyin oblast tapırıq, təyin oblast da daxil olursa götürürük. Ya da heç təyin oblast da baxmırıq. Çünki elə tənliklər var, olan təyin oblastı tənliyin həllindən baha başa gəlir. Yerinə yazıb yoxlamaq daha əlverişli. Amma bizim işimiz bax bundandır. Bu 4 minus kosinus x-ə baxaq, görə bu özünü necə aparır, necə qiymətlər alır. Kosinus x 1 mənfi 1 aralığında qiymət alır. Elə mənfi kosinus x də həmçinin. Mənfiyə də vursam, yenə dəyişilir, bu qalır. Hər tərəfə 4 əlavə etsəm, nə olacaq? 3 kiçikdir, bərabərdir 4 minus kosinus x kiçikdir, bərabərdir 4 əlavə etsəm, 5. Aydın oldu. 4 minus kosinus x bu aralıqda qiymət aldı. Bu aralıqda qiymət alırsa, bu həmişə müsbət qiymətlər alır da, elə deyil. Həmişə müsbət qiymətlər alır. Demək, qorxusu yoxdur, yoxlamağa ehtiyac yoxdur. Bu zaten müsbətdir həmişə. Rahatlıqla kvadrata yüksət, həll elə getsin. Qorxumuz, yenə deyirəm, bunun sağ tərəfindən idi. Bu hansı qiymətlər almalıdır? O aralığı götürməliyik biz. Qorxusu yoxdur, kvadrata yüksət getsin. 8 üstə gəl kosinus x bərabərdir. 8 üstə gəl kosinus x bərabərdir. 4 minus kosinus x-in kvadratı. 4 minus kosinus x-in kvadratı. Kosinus x-dən asılı tənlik. 8 üstə gəl kosinus x bərabərdir. Mötərizəni açıram. 16 minus 8 kosinus x. Üstə gəl kosinus kvadrat x. Üstə gəl kosinus kvadrat x. Sadə bir tənlik. Bunların hamısını keçirdirəm bu tərəfə. Kosinus kvadrat x mənfi 8 kosinus x, çıx kosinus x, 9 kosinus x. Üstə gəl 8 bərabərdir 0. 8 də keçirdim bu tərəfə. Kosinus x-dən asılı kvadrat tənlik kimi də biz buna baxa bilərik rahat şəkildə. Amma ki, belə deyək də, bir əvəzləmə deyək də yaxşı. Kosinus x bərabərdir bir t əvəzləməsi. T kvadrat minus 9t plus 8 bərabərdir 0.
Bax bu şəkildə. Əvəzləmə. İndi burada biz nə edirik? Kökləri şifahi tapırıq. Nə edə bilərik? 1, 8, 1-dir, bir də 8-dir. Bunu götürmərəm də cosinus x 8 tənliyin həlli yoxdur. Amma cosinus x 1 götürsəm, bu da xüsusi haldır. X bərabərdir 2 pi k. K daxildir z. Demək, bu tənliyin həlli x bərabərdir 2 pi k-dır. Bu şəkildə. Növbəti tənliklə bağlı. Başqa bir tənlik. Baxın uşaqlar, indi yazdığım tənlik tipi də çox məşhur tənlik tipidir. Sadəcə olaraq 0 dərəcə niyə qeyd olunmur? Qeyd olunsa nə olacaq ki? Dövr bəhs edir də 65. Elə də çətin deyil indi yazdığım, amma son zamanlar sınaqlarda, ümumiyyətlə imtahanlarda çox təklif olunan suallardan biridir. Ola bilsin ki, bu il sizə buraxılışda təklif olsun. Qəşəng bir də sualdır. Deyir ki, x kvadrat çıx 6x çıx 23 bərabərdir 0 tənliyinin. Köklərindən biri m'dir. Köklərindən biri m'dir. M minus 8 vurulsun M plus 2 ifadəsinin qiymətini tap. Həlli. Bax, belə bir sual. Belə bir sual. Qəşəng sualdır. Şimdi görək ki, bunun həlli də qəşəngdirmi? Asandır. Köklərini tapırıq da. Nə danışırsan? Diskriminantdır özü də. Yəni, bəzən kimsə həll yazanda adam deyir ki, olar, amma valla bu dediyin ümumiyyətlə salam, təşəkkür. Biz burada nə edirik? Qəşəng sualdır uşaqlar. Bu son zamanlar təklif olunan sual tiplərindən biridir. Sınaqlarda rast gələn sualdır. Qəşəng də sualdır, diqqət. Deyir ki, bu tənliyi də görürük də kvadrat tənlikdir. Bu kvadrat tənliyin köklərindən biri m'dir. Bu ifadənin qiymətini deyir, sən tap. Nə edirik? Həlli yoxdur. Niyə? Deyirsə, köklərindən biri m'dir. Deməli, x bərabərdir, m'i rahat deyə bilərik də burada. X burada m'ə bərabərdir. Elə deyilmi? Deyir də, köklərindən biri m'dir. Bu tənliyin kökü x-dir də. Deməli, x m'ə bərabərdir. Bu artıq bizə verilən şərtdir. X m'dirsə, daha doğrusu verilən şərt yox, bizim özümüzün tapdığımız şərtdir. X m'ə bərabərdir. Apar bu m'i burada yerinə yaz. Olacaq m kvadrat minus 6m çıxılsın 23 bərabərdir 0. Razıyıq. Bura qədər normal gedirik. M'i yazdım yerinə. M kvadrat çıx 6m çıx 23 bərabərdir 0. Buna hələ dəymirəm. Bu qalsın. Növbəti işim nədir mənim? Qaydıram bura. M minus 8 vurulsun M plus 2. Mötərizəni açırıq. M kvadrat birbaşa yazım da minus 6m m kvadrat minus 6m minus 16 bərabərdir. Yazdım bunu. M kvadrat minus 6m minus 16. Diqqət. M kvadrat minus 16m minus m kvadrat minus 6 minus 16 yazmışsansa qaydırsan bura. Buradan m kvadrat minus 6m'i tapa bilərsən də. Elə deyil. M kvadrat minus 6m buradan tapılır. Elə burada yazıram. M kvadrat çıx 6m. Nəyə bərabərdir? Neçədir? 23. 0 plus 23 keçdi bu tərəfə. Apar burada yerinə yaz. 23 minus 16.
Bu da bize verdi 7. Bu da belə getdi. Test tapşırığının doğru cavabı 7. Bax, belə suallar sizə imtahanda təklif oluna biləcək sual tiplərindən biridir. Növbəti. Uşaqlar, ekran bəyəndi. 16 hardan alındı? -8-i 2-yə vur. Əgər sən bu 16 hardan aldığını bilmirsənsə, vallahi incimə, əziz və dəyərli şagird, gözəl insan. Səni istəmirəm ruhdan salım. Sadəcə elə şeylər var ki, onları deməliyəm də. Sən əgər bilmirsənsə, xətrinə dəyməsinə, vallahi mən istəmirəm ikimizə qəlbini qırım, ən xoşlu. Amma bunu sənə deyirəm ki, bir oyanasan, ayılasan da, sən bilmirsənsə 16 hardan gəlir, sən bu misalın həllini ömür boyu başa düşməzsən. Yəni, mümkün deyil də bu. Bir deyirsən ki, 16 hardan gəldi. Bu 16 hardan gəldiyini deyən şagird bu boyda proseduru necə başa düşər? Uje deydiz. Uje deydim, dəymək istəmir. Deməliyəm də sənə, axı deməliyəm də bunu sənə. Bax, elə bir şey iraq olsun da, yəni vizual olaraq bir uçurumdasan. Mən sənə bunu deməliyəm də. Yaxşı, necə deyim? Xətrinə də dəyirəm deyən yerdə ki, deməliyəm də sənə. Özün də hiss eləmirsən ki, mən niyə belə deyirəm? Buraxılışdan 15 düz yazmaq üçün nə etmək lazımdır? Buraxılışdan 15 dənə düz yazmaq lazımdır. Bəs tamam, bu qədər sadə. 57. 57-ci sual loqaritmlə bağlı. Y-in asıllığı x-dən. Düz mütənasib yox, kvadratik düz mütənasib. Çünki daha çox təsir edir. Demək, belə gəlir bura. Bu gəldi bura. Bu da gəldi bura. 3-də 1. 1-də 1. 0. Qrafikə əsasən, demək bu fx bərabərdir, fx bərabərdir. Loqaritm a əsasdan x-in qrafikidir. Loqaritm a, bu biraz yaxşı gəlmədi, deyirəm axı. Bu gəlir belə, təxmini də. Deyir, qrafikə əsasən f 27-də 1-i sən tap. Bax, belə bir məsələ. Sən ala, düşəcək indi canlı. Bax, bu sual əsl buraxılış sualıdır. Bu, hətta blokda təklif olunmuş sualdır. Deməli, y-in x-dən asıllığını verib sənə bu şəkildə. Deyir ki, fx bərabərdir, loqaritm a əsasdan x-i yazıb ora. Yazıb ora nə deməkdir? Bu asıllı, bu qrafik. Loqaritm a əsasdan x-in nə idi? Qrafikidir. Bax, bu qrafik. Bunu səndən soruşur. Təbii ki, bu mürəkkəb funksiyadır. Aparıb yerinə yazsan, səndə bu a parametri yoxdur. Sən burada gərək a parametrini tapasan da. Tapa bilməsən, necə yerinə yazarsan. Bunu a-nı da tapmaq üçün bu şərtdən istifadə etmək lazımdır. Qrafik sənə nədir? Deyir, x-də 3-də 1 ver, 1-ə bərabərləşdirir. Mən sizə demişəm də, qrafiklə danışmağı bacarın, grafiklə, asıllığına. Qrafik sənə deyir ki, 3-də 1-də mən 1-ə bərabərəm. Yəni, x-ə 3-də 1 verib bərabərləşdirirəm 1-ə. Olur loqaritm. A əsasdan x-in yerinə 3-də 1 yazıram. 3-də 1 bərabərdir 1. Bax, A əsasdan x-in yerinə 3-də 1 yazıram, bərabərləşdirirəm 1-ə. Buradan da 3-də 1 bərabər A üstü 1 A-dır da. Yəni, A oldu 3-də 1. Əgər səndə A 3-də 1-dirsə, funksiyanın nə şəklə düşür? Fx bərabərdir loqaritma 3-də 1 əsasdan x. F 27-də 1-i sən tap. Hissə tap. Yenə deyirəm, imtahanda sənə düşəndə ola bilər ki, qatıb qarışdırasan bunu. Özünü qorxutma.
Ya istəyən ayrı-ayrı tap, ya hissə-hissə, fərqi yoxdur. Sənə necə rahatdır. Bu bərabərdir f. F qalsın, mürəkkəb funksiyadır bu. F qalır. F 27-də 1 nəyə bərabərdir? X-in yerinə 27-də 1 yazdı. Olacaq loqaritma. Bax bu f qaldı. F 27-də 1. X-in yerinə 27-də 1 yaz. 3-də 1 əsasdan 27-də 1 bərabərdir. F 3-də 1 əsasdan 27-də 1 elə 3 verir də sənə. Loqaritmadır. Bunu hesablamağı bacarmalısan. F3 bir dəfədə sənin funksiyan budur. 3 qoy yerinə. Loqaritma 3-də 1 əsasdan 3. Bu da bizə -1 verir. Test tapşırığının cavabı oldu -1. 3-də 1 əsasdan 3 bizə verdi -1. Cavab oldu -1. Bu da belə. Növbəti ibtidai funksiya inteqralla bağlı. Bax bu sual şablon sualdır uşaqlar. İstəyirəm bunu yazın. Loqaritma nədir Allah? İntegral 1-dən 3-ə bunu yerləşdirə bilərəm də bura. İntegral 1-dən 3-ə. Məxrəcdə x üstü 4-də 9 üstə gəl. X üstü 4-də 5 üstə gəl x üstü 4-də 1. Surətdə x üstü 4-də 13 minus x üstü 4-də 1 dx bərabərdir. İntegral 1-dən 3-ə 4-də 13, 4-də 1, 4-də 9, 4-də 5, 4-də 1. İntegralını deyir hesablayın. Hayda, bu desəm blok suallarına qarışdırdım. Həll eləməyək. Siz həll eləməyək. Mənim üçün fərqi yoxdur. Mən bunu şagirdlərlə bugün işlədim. Mən onlarla nə işləyirəm, burada da deyirəm. Onlarla bloka da işləyirik də, təkcə buraxılış deyil. Məncə qəşəng misaldır. Yazaq bunu. Nə olsa da düşmür. Siz riyaziyyat, blokda sizə onsuz da düşəcək də. Burada birinci, ikinci qrupa hazırlaşan şagirdlər var. Bir rəy yerinə yazın hələ. Birinci və ikinci qrupa hazırlaşan şagirdlər. Burada varmı? Bir rəy yerinə yazaq. Düşəcək, sonra qalarsınız belə. Evet. 5-ci qrup heç. Limit məsələn bu illəri deyirlər ki, artıq olar. Varsa bu sizə birinci qrupda düşər də. İnsafınız olsun. Siz ki bunu bilməlisiniz. Bu kimdir burada? Vidi idi burada. Priklad nə bilim nə. Nə lazımdır ha bala? Bayaqdan vidi yazırsan burada. Göndərdilər deyəsən o biri dünyaya. Kim idi? Moderatorlardan. Bayaqdan yazır orada. Vidi. Bilmirəm kimdir. Göndərdilər onu getdi. Ukrayna dilində yazırdı. O məsəl var, deyir, İngilis dili müəllimi şagirdlərə deyir ki, İngilis dilini öyrənin, savadlı olun, filan kəs İngilis dilini bilir. Bir də ona qayıdıb deyir ki, onda belə çıxır ki, Amerikadakı bütün uşaqlar savadlıdır, onlar İngilis dilini rahat bilirlər. Bu da həmən söhbətdir, təxmini. Bu da Ukrayna dilində yazır. Bu kimdirsə, bu Zelenskinin desəm fanatlarındandır. Neyse.
Vaxt itirməyək. Və yazmışam yazaqlar. Bir də gördünüz düşdü buraxılışda. Mən əslində bunu buraxılış üçün nəzərdə tutmamışdım. Bu planşetdə bizim nə qədər misal var. Bugün uşaqlarla işləyirdim. Elə sizlə də işlədim. Onlarla bloka da olan sualları işləyirdik də. Getdi bura. Eybi yox. Nə deyirsiniz? Yazaq mı bunu? Yazaqsa yazaq. Yazmayaqsa silin, başqa bir şey yazın. Yazın mı? Yaxşı. Da sənsin. Sırf sənə görə, sizə görə. Cavab 2. İntegral. İntegral. 1-dən 3-ə. İntegral 1-dən 3-ə. Nə olacaq? Uşaqlar, bu misal səhv eləmirəmsə, inşallah ki, səhv eləmərəm. Deyəsən ki, 2008 ya 2009-da o vaxtı blok imtahanı, o vaxtında blok sualı söhbəti yox idi. Ali məktəb imtahanında təklif olunmuşdu bu. 2009, 2010 o ərəfələrdə ilk dəfə o vaxtı təklif olundu. Sən çıxdın, niyə çıxırsan? Bax, bu misal qorxulu gələ bilər sizə, qorxulu ki, belə burada nə edirsən? Təbii ki, bunu bu şəkildə inteqralını tapmaq qeyri-mümkündür. Bunu necə yazırsan? Bunu götürüb belə ibtidai funksiyası nə tapmaq olur, nə yazmaq. Nə eləməlisən? Müəyyən elementar çevirmələr aparmalısan. Burada bəzən deyirlər, hərdən görə mənə rəy yerində də yazırlar. Müəllim, bu sözü çox tez-tez müəllim istifadə edir. Elementar çevirmə, yəni sənə məlum olan biliklərdən istifadə edirsən də, ortaq vurğu mötərizə xaricinə çıxar, hədd əlavə et, çıx, nə bilim, kök al, qüvvətə yüksəl, nəsə bir şey deyirsən də, ona elementar çevirmə deyilir. Yəni, bu vəziyyətdən başqa bir sadə vəziyyətə gətirmək, ona elementar çevirmə deyilir. İndi uşaqlar deyir, müəllim, hələ misalı əldə eləməmişik. Sürətdən biz nəyi çıxardırıq görə? X üstü 4də 1-i. Uşaqlar, o qədər sadə misaldır, o qədər bəsit misaldır ki, amma ilk baxışdan belə həyəcan verən, qorxulu misal kimi görünür, amma çox bəsitdir. X üstü 4də 1 çıxdı, nə qaldı? X üstü 4də 12 x kubu verir də bu, minus 1. Gördünüz, öldü bu boyda eybəcər görünən misal. Məxrəcdə də x üstü 4də 1-i yenə çıxardırıq. Qalır x kvadrat üstə gəl x üstə gəl 1 dx bərabərdir. Bunu yazdıqdan sonra görürsünüz, qutardı, öldü də bu misal. Heç nə, bunlar getdi. İntegral 1-dən 3-ə. X kub minus 1-də də məşhurdur da bunun nəyin vururlar ayraq. Şifahi x minus 1 bu tərəf gedir. Qalır x minus 1 dx. Bu boyda eybəcər misal, bu boya buxuna, bu yaraşır. İbtidai funksiyasını tapaq. X-in ibtidai funksiyası x kvadrat bölü 2-dir. Elə deyil. Minus 1-in ibtidai funksiyası x-dir. Sərhəd 1-dən 3-ə. Görə bilirsiniz. Newton-Leibniz düsturunu tətbiq edək. Bir dəfə 3 yazıram yerinə. Olur 2-də 9 çıx 3. Bir dəfə də 1 yazıram yerinə. Minus 2-də 1 üstə gəl 1. 2-də 8 4 verir. 4 minus 3. 1 o da 1 2. Test tapşırığının cavabı oldu 2. Bu da belə. Növbəti bir misal. Gəlsin də. İntegral düşməyəcək. Sadəcə bayaqları yazdım da silmədim də qaldı belə. Otuz 8-də belə bir misal. Demək, y-in x-dən asıllığı, y-in asıllığı x-dən. Belə bir düzbucaqlı üçbucaq. Bunu necə verib Allah? Buradan gəlib belə.
A buradır, B buradır. Bax, bu ştrixlənmiş hissən. Demək, şəkildə A və B nöqtələri. Deyir, bu şəkildə A və B nöqtələri. Y bərabərdir. Y bərabərdir. 2 üstü. X üstəgəl 3. Çıxılsın 4. Üstü funksiyasının qrafikinin koordinat oxları ilə kəsişmə nöqtələridir. AOB üçbucağının sahəsini deyirsən tap. S üçbucaq AOB-ni sən tap. Qəşəng sualdır. İki funksiyanı bir-birinə bərabər edirik. Burada hansı iki funksiya var? Bir dənə funksiya budur. O biri funksiyada var, amma yox kimidir. Heç nəyi yoxdur. Nəyi var, nəyi yox, bilmirəm. Bir dəqiqə mən bunu düzəliş edim. İki funksiyanı bir-birinə bərabər edirik deyən yerdə ki, iki funksiyanı nəyin bir-birinə bərabər edərsən? Burada bir dənə funksiyadır. Uşaqlar, zəhmət olmasa sizdən bir xahiş edirəm. Bir rəy yerinə yazın hələ. Səs normal gəlir, çəkiliş şəffaf, təmizdir. Mənim üçün ən önəmli. Belə sual buraxılışa düşür ki. Yox, düşmür. Sadəcə vaxtımız var, elə belə özünüz üçün yazır. Düşmür, yox. Ümumiyyətlə, canlıda olan heç bir sual buraxılışa düşmür. Sadəcə vaxtımız var, bəlkə açılıqda özümüz üçün danışırıq. Belə sual buraxılışa niyə düşməsin? Hər şey yaxşıdır, yəni çəkiliş, çünki mən belə şey çox önəm verirəm. Bilirsiniz, bu qırağa müəyyən qədər pul xərcləmişəm. Mikrofon, işıq sistemi, ki, istəyirəm çəkiliş. İndi ola bilsin ki, müəyyən zamanlarda biraz da böyük ekranda olacaq. Hələ biraz başım qarışıqdır. İmtahanlar qutarsın. Hal-hazırda. Yox, gəlib yazır rəy yerinə. Belə sual buraxılışa düşür ki, şagirdlərin beyninə bir dənə toxum səpirdir, bir şübhə toxumu. Bilmirəm, cavab neçədir. Deməli, sual belədir. Sual qaldı bir qıraqda. Y bərabərdir 200x plus 3 minus 4. Bu funksiyanın qrafikidir. Bu koordinat oxları da A və B nöqtələrində kəsişir. Deyir ki, bu üçbucağın sahəsini tapın. Əvvəla bu üçbucağın sahəsini tapmaq üçün biz görürük ki, bu düzbucaqlı üçbucaqlı. Gəlin açıq deyək də, koordinat oxları bir-birinə perpendikulyar daxil. Buna o desəm, bu AOB elə o da deyilib burada. AOB üçbucağı. Bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqdırsa, bəli, katetləri aslında yarısıdır, amma katetlərini biz tapmalıyıq. Katetləri necə taparıq? Bu nöqtəni görürsən, bu A nöqtəsi nəyin üzərində? X oxu üzərində. B nöqtəsi nəyin üzərində? Y-in üzərində. Yəni, bunları bir-bir tapaq. B nöqtəsi Y-in üzərindədirsə, Y üzərində olanda nə sıfırdır? X sıfırdır da. Y üzərindədirsə, X sıfırdır. X sıfırdırsa, yerinə qoyub Y-i tapaq. X-in yerinə 0 qoy. 2 kubu çıx 4. Elə olmur. 0 qoysa 8 çıx 4 bizə verdi 4. Bura yazıram 4. Bura oldu 4. Keçdim bura. A nöqtəsi X oxu üzərindədir. X oxu üzərində yerləşirsə, onun Y-i 0-dır. Yəni, bunu sən 0-a bərabərləşdirirsən. 2 üstü X üstəgəl 3 minus 4 bərabərdir 0. Sən götürüb bunu 0-a bərabərləşdirdin. Buradan da alıram ki, 2 üstü X plus 3, 0 plus 4 oldu 4, yəni 2-nin kvadratı. Elə olmur. Buradan da X bərabər, bunların üstlərini bərabərləşdirsəm, X olur -1. X-i -1 tapdıqdan sonra qaydıram bura. Bura oldu -1. İndi sənin düzbucaqlı üçbucağının katetləri buradan bura 4-dür, buradan da bura 1-dir. 1. Katetlər məlumdur. Sahəyə görə S bərabərdir. 2-də 1 katetlər hasili. 2-də 1 vuraq, 1 vuraq 4. Bu da bizə verdi 2 sahə vahidi. Aydın oldu. Bu da belə.
Yəni ilk baxışdan belə qeyri-adi görünə bilər, elə də çətin sual tipi deyil. Bu da deyildi sizə. Növbəti. Uşaqlar, canlını biraz bəyənək 50 minə doğru. Biz sürətlə bəyənin canlını. Hər birinizdən xahiş edirəm. Canlını sürətlə bəyənin 50 minə doğru. Gedək. Otuz 34. Y bərabərdir. 11 üstü x üstə gəl 11. Funksiyasının qiymətlər çoxluğuna daxil olan ən kiçik tam ədədi tapın. Funksiyasının qiymətlər çoxluğu y deyək də. Burada y-ə daxil olan ən kiçik tam ədədi tapın. Ən kiçik tam ədəd. Qısa yazıram da. Bərabərdir sualı. Sual çətin sual deyil. Yazmaq olar. Yazaq, mən də burada baxım daha hansı formada suallar var. Növbəti olacaq loqaritmik funksiya ilə bağlı. Y bərabərdir 11 üstü x plus 11. Y-ə daxil olan ən kiçik tam qiyməti tap. Bunu bir neçə üsulla tapmaq olur. Adətən bir neçə usul deyən yerə ki, yəni bir-iki usulla belə də. Üstü funksiyanın təyin oblasti deməyə qiymətlər oblasti. Bir neçə usulla, bir-iki usulla tapmaq olar necə? Üstü funksiya deyil. Sən bilirsən ki, 11 üstü x böyükdür 0'dır. Çünki üstü funksiyadır ona görə. Üstü funksiya həmişə 0'dan böyük qiymətlər alır. Üstü funksiyanın qaydasıdır. Bunu almaq üçün üzərinə 11 gəlirəm. 11 üstü x üstə gəl 11 böyükdür 11'dən. Deməli, sənin bu üstü funksiyan bu düşəcək buraxılışa. Dedim axı, bayaqlarda mən dedim ki, bizim canlı yayında yazdığımız heç bir sual buraxılışda düşməyəcək. Sadəcə bekarçılıqdır deyə vaxt öldürürük. Ona görə belə suallar yazırıq. On bir üstü x üstə gəl 11 böyükdür 11 olur. Bu sənin üstü funksiyandır da bu. Ya istəyirsən y-də yaza bilərsən bura. Deməli, bu 11'dən böyük qiymətlər alır. Nədir? Bunun y-i, yəni qiymətlər oblastı. 11'dən müsbət sonsuzluğadır. 11'i almır. 11'dən müsbət sonsuzluğa. İndi burada daxil olan ən kiçik tam ədəd neçədir? 12. Bax, bayaqdan rəy yerində çoxu 11 yazmışdı. Bax, diqqətli olun ha. Sabahları imtahanda sənə bir də görərsən ki, o 11 cavabı A bəndində olacaq. Aləm dəyər bir-birinə. 11'dən müsbət sonsuzluğa ən kiçik tam qiymət olacaq 12. Bu da belə. 11'i almır axı. Necə sən yaza bilərsən? Sənin əlin necə gələr onu yazmağa? %4'ə baxaq. Görün nə gözəl sualdır. Bir testin içində görün nə qədər biliklər var. Diqqət. Y bərabərdir. Loqaritm 0,2 əsaslan A üstü x
Deyir ki, bu funksiya artan funksiyadır. Artan. Bu funksiya artan funksiyadır. Loqaritm a əsasdan k böyükdür loqaritm a əsasdan 4. Bərabərsizliyini həll edin. A deyir burada parametrdir. A parametr. Bax bu. Artandırsa həmişə müsbətdir. Belə bir şey yoxdur. Səhvdir. Artandır, həmişə müsbətdir. Onu sənə kim dedi? Onu sənə kim dedi? Sənə bu canlı qalxacağında istəmirəm. Belə mənasız şeylərlə canlı qalxsın. Biraz qışqırırsan, canlı qalxır. İstəmirəm elə şey. Lazım deyil. Salam. Necəyəm? Belə də gördüyün kimi. Deyir ki, bu funksiya artan funksiyadır. Artan funksiyadırsa, nə olsun bunun əsasında loqaritm var. Ümumi. Bu üstü funksiyadır. Elə deyilmi? Bax, bu sizi çaşdırmasın ha. Çox şagird buna loqaritma ilə baxır. Loqaritma orada əsasdadır. Funksiya özü üstü funksiyadır. Görə bilirsiniz. Bu funksiya üstüdür. Üstüdürsə artandırsa, artan funksiya a üstü x üstü funksiya nə vaxt artan olur? Onun əsası birdən böyük olmalıdır. Yəni, hələ bunu qoyduq bir qırağa. Loqaritm 0,2 əsasdan a böyükdür 1-dən. Loqaritm 0,2 əsasdan a 1-dən böyükdür. Bunu həll edək, a-nı tapaq. Görək a hansı aralıqda qiymət alır. A burada müsbət olmalıdır. Çünki təyin oblastı yazmalısan. A böyükdür 0. Ondan sonra loqaritmik bərabərsizlik kimi baxırıq. A əsas vahiddən kiçikdir axı. İşarə dəyişilir 0,2 üstü 1, 0,2. Elə deyilmi? Bax, bir daha deyirəm. A burada müsbətdir. Daha sonra A kiçikdir 0,2-dən. Çünki 0,2 üstü 1. Kiçikdir də ona görə əsas vahiddən kiçikdir. Bunun da həlli olacaq. A 0,2-dən kiçikdir. 0-dan nədir? Böyükdür. A bu aralıqda qiymət alır. A əgər bu aralıqda qiymət alırsa, yəni 0 ilə 1 aralığı gedir də o həmdə. 1-dən kiçikdir, amma müsbətdir. 1-dən kiçik olanda bunu necə həll edilir? Bu loqaritm. Birinci təyin oblastı yazılırdı. K böyükdür 0 mütləq. Sonra ikinci A bu aralıqdadırsa, deməli A 1-dən kiçikdir də. Kiçik olanda işarə dəyişilir. İşarə dəyişilirsə K kiçikdir 4-dən. K 0-dan böyük, 4-dən kiçik. 0-dan 4-də olmur. O da deyirdi bu bərabərsizliyi həll edilər. Biz də bu bərabərsizliyi həll etdik. Aydın oldu. Biz bunu həll etdik. Biz bunu bacardıq. Bu da belə. Növbəti funksiya ilə bağlı. Növbəti bəli, bərabərsizliyə qədər. $24, 25 olsun. Deyir, A parametrinin neçə tam qiymətində, yəni A daxildir tam, A-ların sayı. A-ların sayı soruşulur. İndi sual nədir o heç? Deyir ki, A parametrinin neçə tam qiymətində? Y bərabərdir 2AX üstə gəl 3A kvadrat çıx 14A.
funksiyasının qrafiki ordinat oxunu mənfi hissəsində kəsir. Bunun qrafiki ordinat oxunu mənfi hissəsində kəsir. Mənfidə kəsir də belə deyək. Adi dillə desək. Ordinat oxunu mənfi hissəsində kəsir. Buraxılışa düşür ki. Buraxılışa düşür ki yazan. Bax, bir dənə zəhmət olmasa rəy yerinə yaz. Buraxılışa niyə düşmür? Bir dənə rəy yerinə yaz. Bax, yazmışsan ki, buraxılışa düşür ki. Yaz rəy yerinə niyə düşmür? Səndə hardandır bu məlumat ki, bu buraxılışa düşmür? Mən bunu yazmışam burada. Uşaqları niyə çaşdırırsan? Niyə onların haqqına girirsən? Bəsdir də. Buraxılışa düşür ki, buraxılışa düşür ki. A daxilli Z deyir, A-nın neçə tam qiymətində bu funksiyanın qrafiki ordinat oxunun mənfi hissəsində kəsir. Çox qəşəng sualdır. Çox qəşəng sualdır. Diqqət. Bu ordinat oxunu deyir, A-nın neçə tam qiymətində ordinat oxunu mənfi hissədə kəsir. Ordinat oxunu mənfi hissədə kəsmək üçün uşaqlar. Bu sual çox məşhur sualdır. Burada çoxu bir hal var, ona baxmır. Düzdür, o burada alınmır. Amma ümumi bu tip misallarda baxmaq lazımdır ona. Çoxu ona baxmır. Bunun həlli mən rast gəlib sosial şəbəkədə bir neçə dəfə. Mən özüm də bunu neçə dəfə həll eləmişəm. Səhifədə paylaşmışam YouTube kanalında. Bir hal var ki, çoxu ona baxmır. Çox təəssüf. İndi deyəcəm. Siz yazın elə, qəşəng misaldır bu. Baxaq bura. Deməli, deyir, yoruldum bu sualı təkrar oxumaqda. Məndə də çox pis vərdişdir. Eyni sualı bir neçə dəfə oxumaq. Bu sualı qoyduq bir qırağa. Hələ ki, müəyyən qədər, bir dəqiqə, ya bir 50 saniyə, 40 saniyə. Bu sualı qoyaq bir qırağa. Baxaq bura. Bu funksiyanın qrafiki ordinat oxunu mənfi hissəsində kəsir. Bax, məsələnin mahiyyəti buradan gəlməlidir. Bu nə deməkdir? Sən birinci bunu başa düşməlisən də. Sən bilməlisən ki, funksiyanın qrafiki ordinat oxunu mənfi hissəsində kəsir nədir? Bunun içinə daxil olandan sonra qaydırsan bunun cavabını həll etməyə. Ordinat oxunu mənfi hissədə kəsirsə bu hallar ola bilər. Ya ola bilər ki, qrafik bu şəkildə olsun. Yəni, ola bilər ki, qrafiki düz xəttdir də. Ya da ola bilər ki, qrafik bu şəkildə ola bilər. Ya belə, necə çəkməkdir? Ya ola bilər belə, ordinat oxunu görürsün, mənfi hissədə kəsir. Ya da belə ola bilər. Belə. 3 dənə hal. Çoxu bu iki halı yazır, bunu yazmır. Niyə bu da ola bilər də? Məsələn, y bərabərdir mənfi 5. Yəni, kimsə deyə bilər ki, bu mənfi 5-dir, kx şəkli. Ola bilər bu A0 olsun da. A0 deyərəm, sabit ədəd olacaq. İndi burada sadəcə alınmır, biz ona baxmırıq. Bu 3 halı görürsünüz. Bəli, sabit funksiya, onu deyirəm, deyirəm. Burada çox qəşəng sualdır bu. Ordinat oxunu mənfidə kəsilsə, birinci hal, ola bilər ki, bu olsun. Bu olsa, gərək nə olmalıdır? Sabit ədəd olmalıdır. Sabit ədəd olması üçün bu x itməlidir. X itsə, A0 qalmalıdır burada. A0'dırsa, bu da 0 olacaq. Bu 0 olur, x oxunun üzərində olur. Mənfidə kəsmir. Ona görə buna baxmırıq. Amma bu misalda belə alındı. Elə misal ola bilər ki, burada 2A plus neçə ola bilər, orada baxmalısan. Çoxu bu hissəyə baxmır. Kör-körana şəkildə biri həll edir, o biri də ona baxır. Ya onu kimi, ya düşünmədən tez YouTube kanalına yerləşdirin. Baxış sayına görə tez bazar həllisi YouTube'da and olsun Allah'a deyirəm. Bilirsiniz nə qədər suallar var ki, tam
həll olunmuyor. Halbuki onların baxış sayı yüz minlərləndir. Misal, tam həll olunmuyor. Yəni tam həll deyil, düzgün demirəm, düzgün söhbət də deyil. Misal da düzgün də həll olunmuyor deyə bilərik də. Bilirsiniz nəyə görə? Mən kimisə zəhmətini yerə vurmuram. İnsanlar əziyyət çəkir. İndi nəyəsə görə başqa söhbətdir. Amma toplu çıxan kimi tez baza, çünki senzura yox, bir qanun yoxdur ki, onları qanuna uyğun cəzalandırasan. Tez birinci bu yerləşdirsin deyə testi qoyur qabağına, tez-tez həll edir hamısını. Amma o testdə bir qıraqda baxsa ki, bu düzgün həll deyil. Çoxlu belə misallar var. Və onlardan biri də budur. Bu getdi, bunu qoyduq bir qırağa. Deməli, biz burada göstərdik ki, A0 ola bilməz. Bu getdi. İndi qaldı hansı hissəsi? Bax, bu hissəsi. Belə keçirsə, ya belə keçirsə, artıq bunun önəmi burada hansı halda qalır? B yerə nə olmalıdır? Mənfi olmalıdır. Bax, Y bərabərdir KX plus B-də nə vaxt qrafik bu şəkildə ola bilər? Mütləq yerə B mənfi olması kifayətdir, amma K sıfırdan fərqli olmalıdır. Bunu da qeyd eləməyiblər çoxu həldə. Elə bunu kör-körənə şəkildə indi Allah üzərinə baxır ki, burada o alınır. Yəni bunu detallı ilə göstərməlisən. Kx plus B nə vaxt ordinat toxunu mənfi hissədə kəsir? B mənfi olmalıdır. Belə də getsə, B mənfi olur. Amma ki, K bir dənə sıfırdan fərqli olsun. Ona görə sən burada 3A kvadrat minus 14A-nı mənfi götürürsən. Zaten burada A0 ola bilməz. Ona görə bəxt gətirir ki, buna baxmırıq da. Bunu həll edək də. A-nı çıxartdıq mötərizə xaricinə. 3A minus 14 kiçikdir 0. Bu da sadə bir bərabərsizlikdir. Köklər 0'dır. Bir də 4/3'də 2. 0'dan 4/3'də 2'yə qədər heç birisini almır. Aların sayı deyir. İnşallah ki 4 dənə. 1-dən 4'ə qədər. Cavab 4 dənə. O bayaqdan kim idi yazmışdı 4 dənə. 4 dənə yazıb. Amma inşallah ki o bu dediyim usulla götürüb yazsın onu. Aydın oldu dediyim. Yəni bu riyaziyyatdır. Bu detallı ilə yazılmalıdır. Çox təəssüflər olsun ki, bəzi gənc müəllimlər çıxıblar. Düz ola biraz yaşlı nəsli bəyənmirlər. Başa düşmürlər ki, birincisi yaşlı nəsli bəyənməmək bunun özü bir etik deyil. Göyə də çıxsan, nə inirsən elə, başda mən olmaqla biz də əvvəlki, indiki yaşlı nəsli dediyimiz o müəllimlərdən öyrənmişik də. Onların bizim üzərində zəhməti çox oldu da. Biz dünyaya gələndə yazıb oxumağı bilmirdik də. Öyrənib, onlar bizə öyrədirlər. Və elə bilirlər ki, bunlar elə belə bu şəkildə gənc qalacaqlar. Bu yaşlı nəsli bəyənmirlər. Başa düşmürsən ki, sən də onun yaşına çatacaqsan. Hələ bilmək olmazsa çatacaqsan ya çatmayacaqsan, o da sual altındadır. İnsan yaşa dolduqca beynin işləmə sürəti getdikcə azalır. Yəni, bu günləri hansısa gənc müəllim özünü yaşlı müəllimdən belə güclü bir sanmasın. O bir reklam vardı, bir gənc yaşlının yanından keçir, ona öz gəncliyi ilə öyünür. Bu da ona qayıdıb deyir ki, bu gənclik deyir, sənə də qalmayacaq. Yəni, bu dəqiqə əgər bugün kimsə, məsələn, mənim tutaq ki, yaşım azdırsa, nə bilim, bu o demək deyil, mən qəti surətdə, qətiyyən, mən elə şey çox fikir verirəm. O empatiya hissi var da. Ona görə çox təəssüf olsun. Bu günləri kiminsə biraz imtahan nəticəsi yüksək, o savadlıdır filan, onun yaş məsələsi var. İnsan yaşa dolduqca beynin işləmək qabiliyyəti düşür aşağı. O özündən asılı deyil də, insanın orqanizmi elədir. Filan müəllim savadlıdır, girdi imtahana bu qədər bal topladı, filan müəllimə nə olsun ki? Belə baxanda başqa sual, başqa heç nə, can sağlığı, gedə bilərsən sən. Yüksək nəticə toplamaq da hələ yaxşı müəllim olmaq demək deyil. Müəllimlik ayrı bir şeydir. Qocalmırıq, ucalırıq. Bəli, bəli. Başqa sual niyə vermirəm? Mən görürəm, sən görürsən, mən danışıram. Sənin o hərəkətin etik deyil axı.
Bura sinif otağı deyil. Mən burada dərs keçirəm, dərs saxlamışam, bir danışıram. Mən dərsdə elə bir danışıram, sən də dərsdəsən. Qayıdıb mənə deyirsən ki, başqa sual işləyərik. Bu etik deyil. Yox, üzrlü saymaq deyil, sən bunu bilməlisən də. Bunun üzrə falan heç bir aidiyyəti yoxdur. Yəni sən Rus demişkən, Newjelli bunu bilmirsən. Biri danışanda o Bolt reklamı kimi onun sözünü kəsməzlər axı. O YouTube-da olur, bir nəyəsə baxırsan, bir də görürsən ki, Bolt gəldi belə. Əsəbləşir adam. Belə, 24. Bir dənə qəşəng bir sual, diqqət. Qrafiki çəkim, sonra danışaram. Nə var, nə yox. Say buradadır. Zaman. Demək, belə bu asıldı. Bu da bura. N plus 1, n üstə gəl 7. Bura n'dir, burada 10'dur. Hə? Sərfiyyatdır, bilmirəm ki. Deməli deyir ki, belə bir qrafik verilib bizə. Görürsünüz, n plus 1, 10, n plus 7. Deyir ki, qrafikdə eyni gücə malik işçilərin sayı ilə onların eyni bir işi yerinə yetirmə müddətləri arasındakı asıllıq verilir. 20 işçi həmin işi neçə günə yerinə yetirər? 20 işçi neçə günə yerinə yetirər? Belə bir asıllıq verir bizə. Belə bir asıllıq. Və bu asıllığa görə sən nəyisə tapmalısan. Amması nədir? Amması ondan ibarətdir ki, n-i tapmalısan. Bütün bu işləri korlayan n-dir. Asıllıq verib işçilər eyni gücə malikdir. Zaten bu düz mütənasib, tərs mütənasib məsələlərin hamısında bütün işçilər eyni gücə malikdir. Onlar, yoxsa məsələnin həlli olmaz. Yəni, dəqiq bilinməz. Zaten qəbul olunur da. Onlar eyni, nə bilmə, hər bir şey eyni baxırlar da. 20 işçi neçə günə yerinə yetirər? Məsələ sənə nə deyir? Deyir ki, qrafikə bax, danış. Mən həmişə dərsdə şagirdlərə də deyirəm, istər hazırlığı olsun, istər məktəb olsun, istər bu canlıda sizi kimi dəyərli şagirdlər olsun, həmişə deyirəm. Deyirəm ki, qrafiki öyrənmək istəyirsənsə, qrafiklə danışmağı bacarmalısan. Qrafiklə danışmalısan. Qrafikdən məsələni özün çıxartmalısan oradan. Yəni, əyani şəkildə. Qrafik nədir? Deyilənlərin əyani şəkildə göstərilməsidir. Başqa bir qeyri-adi bir şey yoxdur. Qrafik, diagram, nə bilim nə, elə bilirsiniz ki, böyük bir şeydir. Xeyr. Deyilənlərin bir var ki, sənə deyirəm kitab, bir də var kitabın şəklini göstərirəm. Bax, diagram, qrafik eyni. Bir dənə budur. Qurtardı getdi. Bir var maşın, eşidirsən, amma görmürsən. Bir də var maşının şəklini görürəm. Qrafik də budur. Bir var bunu məsələ şəklində desin. Məsələn, sən bunu məsələ şəklində necə deyə bilərsən? N plus 1 işçi 10 günə 10 işçi N plus 1 zamana, indi burada zaman deyəndə saat nəzərdə tutulur, gün nəzərdə tutulur, məsələmdə 10 işçi N plus 1 zamana görür. N işçi N plus 7 zamana görür. 20 işçi neçə günə görə? Görürsən, diaqramla danışırsan. Baxaq bura. O da nədir? Onun dediyinə uyğun. 10 işçi, 10 dənə. 10 işçi. Bunu görür neçə günə? N plus 1 günə. Yazırsan burada səri qeydə. N plus 1 gün. Növbəti. N işçi. N işçi görür N plus Y. İndi burada yenədir, amma uşaqlar zaman deyir burada. İndi zaman bir xüsusi gün götür də. İstəyirsən ay götür. Gönə dəyişəcək. Zamandır da işin getsin. Buradan baxaq N nəyə bərabərdir? N-i tapaq. Aydın məsələdir ki, mən sizə həmişə demişəm, düz mütənasib, tərs mütənasib dərsində əzbərləməyin. Məsələn, uşaqların çoxu dərsimiz düz mütənasiblikdir deyə həmin dərsdə elə götürür,
çarpaz vurur, tərs mütənasib, paralel. Amma mən həmişə demişəm ki, imtahanda sizə bir məsələ düşəcək. Orada artıq sən özün bilməlisən. Bu çarpaz gedir ya belə. 10 işçi n plus 1 işçilərin sayı ilə gün. Sizcə bunlar necə asılıdır? Bir dənə rəy yerinə yazın elə. İşçilərin sayı ilə gün necə asılıdır? Mən də burada biraz düzəliş verim. İşçilərin sayı ilə gün tərs asılıdır, elə deyilmi? Bəli, tərs asılıdır. Çünki özün fikirləş. Bir var ki, yenə deyirəm, bayaqki o ədalət prinsipi gözlənilməlidir bu məsələlərdə. Onlar hamısı eyni gücə malikdir, eyni xasiyyətdədir, eyni işə can yandırırlar, hamısı bunlar gözlənilir. Tutaq ki, 10 işçim var, əgər yadda saxlaya bilmirsənsə, bunu bir misalla özün üçün götür də. 10 işçin bir işi 3 günə görürsə, 15 işçi, işçilərin sayı artdısa, dedim axı, eyni güclə işləyir falan, iş azalır. Ona görə cəmaət iş tez getsin deyə fəhlə sayını çoxaldır da, işçi qüvvəsi. O yol əfratları qurban dayı, bizə biraz işçi qüvvəsi. Bilmirəm, burada gənc uşaqlar da çox, inanmıram. O bəlkə baxmışsınız filmə. Yaşlı nəsil bilər. Çesni vurur təpəsinə, qatılza damcı dağılır yerə. Bu da həmən söhbət. İşçi qüvvəsi. Bunlar tərs asılıdır. Tərs asılı olanda paralel götürürlər də 10 vurulsun n plus 1. 10 vurulsun n plus 1 bərabərdir. N vurulsun n plus 7. N vurulsun n plus 7. Gördünüz mü? Göstərdik tərs asılıdır. N-dən asılı tənliyi alınır burada. Mötəziləri açırıq. 10n üstəgəl 10 bərabərdir. N kvadrat üstəgəl 7n. 10n üstəgəl 10 bərabərdir. N kvadrat üstəgəl 7n. N-dən asılı tənlikdir də. Yazaq. N kvadrat minus. Bu 10n keçdi bu tərəfə minus 3n. Minus 10 da. 10 da keçdi bu tərəfə. İşarə dəyişildi. N1 bərabərdir. N2 bərabərdir. Cəmi 3 hasili mənfi 10. 5. Bir də mənfi 2. Mənfi 2 olmaz təbii ki. N işçi gün sayı mənfi olmur. N oldu 5. N 5-dirsə, bunlardan biri ilə götürün. Onsuz da ikisi ilə də eyni alınır. Çarpaz deyil. Çarpaz dedim axı, düz mütənasiblikdədir. Düz mütənasib. Olsaydı, axı bunlar tərs asılıdır. N-in yerinə 5 yaz. 10 işçi neçə günə yerinə yetirər? 10 işçi biri ilə götür də. 5 qoysaq 6 günə. Bəs 20 işçi neçə günə yerinə yetirər? 20 işçi x günə. Təbii ki, bunlar da öz tərs mütənasibliyində qalır. Eyni mahiyyətdir. Çarpaz götürürəm. 20x bərabərdir 60. X oldu 3. 3 günə, 3 nə bilim, 3 zaman müddətinə. Yəni zaman müddəti deyirsən, bu ümumidir. Gün ola bilər, saat ola bilər, baxır. O işi olaraq tapşıranın qoyduğu kriteriyalara. Onu da biz bilmirik. Biz bilməsək də olmaz. Məsələyə təsiri yoxdur ki. Bu belə. Növbəti bir məsələ gəlsin daha. Gəlsin, gəlməsin. Növbəti bir dənə trigonometrik tənlik gəlsin. Yenə biri gəlib rəy yerində yazar ki, bu tənlik buraxılışa belə sual düşür ki, Doxsan səkkiz. 2 sinus 2x üstəgəl kosinus 2x bərabərdir. Deməli 3. Deyir tənliyini həll edin. Tənliyini həll edin.
Bunu da yazaq. Yavaş-yavaş yekunlaşdıraq. Gedim inşallah sabahları. Buraxılış imtahanı birinci gündə səhv eləmirəmsə, hələ ki 9 mart olan imtahan. İnşallah ki ya 6-cı gün ya da bazar günü. Ola bilsin ki 19:00-dan ta nə bilim saat 1-ə qədər canlıda oldu. İndi görək də öz işlərimi də ona uyğun ayarlayım. Bax belə bir tənlik. Buna cavab verin deyərəm hə. Açılış edirik sinus 2x-i. Gətirik qırmızı lent, bir dənə də qayçı açılışını eləyək. Nə bilim ha. Nəyin açılışını eləyirik? 2 sinus 2x üstə gəl kosinus 2x bərabərdir 3. Canlı necə düşdü aşağı? Bunlar hara getdilər? 100% çoxu hansısa o tiktoker yemək yiyir, onun canlısına baxır. 2-3 nəfər qırışırlar. Yoxsa bağlayırıq. Canlı təmiz düşdü aşağı. Doğrudan da qəşəng sualda necə yazırıq? Hələ bir rəy bildirin hələ. 2 sinus 2x kosinus 2x bərabərdir 3. Necə yazırıq? Kosinus 2x ancaq sinus kvadratı x nə bilim nə t yazırıq. Yaz da. Sənin əlindən tutub saxlayan var. Yaz. Yaz görək necə yazılsın. Neyse onsa canlı düşdü. Bunu yazım saxlayaq. Necə yazırıq sizcə? Sizcə, bizcə, fikrimizcə. Uşaqlar imtahanda düşsə necə yazarsın? Maraqlıdır. Bu buraxılışa düşmə şansı biraz, amma blok imtahanına 100% düşə bilir, 100%. Özü də elə belə sual deyil. Siz də qınamıram. O qədər bu test şagirdlərə verirlər. Bu test əvəzləmə edərik. Yox. Əvəzləmə edə bilərsən, nə yazarsan, nə olacaq? Olar əvəzləmə. Yaxşı. Burada yazıram 7x, burada yazıram 7x. Buyur əvəzləmə elə. Olar, problem deyil. Yenə bu şəkildə də yazım qalsın elə 2. Əvəzləmə elə gör nə verir. Əvəzləmə elə gör. Yadından çıxır. Əslində kosinus 2x-i sinus 2x-dən əvəz eləyə bilərdik. Yox, əvəz eləyə bilmirik. Necə yazarıq? Nə yazarıq? O plus minus yazarsan. Keçirək kvadrat. Bu kvadrata yüksəltmək. Uşaqlar, bu kvadrata yüksəltməyə çoxu oyuncaq eləyir. Çətinə düşən kimi kvadrata yüksəltmək olar. Kvadrata yüksəltsən birinci gələ hər tərəf eyni işarəli olmalıdır. Kvadrata yüksəltmək üçün. Kvadrata yüksəltmək necə gəldi? Kvadrata yüksəltmək olmur. Bu bir. İkincisi də tutaq ki, heç o şərtə falana baxmadın, yüksəltdin kvadrata getdi. Axırda yoxlamalısan. Adı irrasional təmin olsaydı, biz hardasa deyə bilərdik ki, hə, kvadrata yüksəldik, uzağı bir kökdə aparıb yerinə yazıb yoxlayalım. Bu trigonometrik təminlikdir. Burada bir kök deyil. Burada milyonlarla saysız hesabsız kök var. Trigonometrik təminlikdə 99 tam neçə faiz hallarda kök varsa orada səhərdir. Bilmirəm ki, Amerika vaxtı ilə canlı yayım Amerikadan yayımlanır. Sizdə səhərdir. Burada bəli, səhərdir hal-hazırda. Amerika vaxtı ilə saat 8:00-dır. Orada gecədir. Trump'a sözünüz adım var, dil çatdıracam burada. 5 addımlığımızdadır, bu yanlardadır.
2 sinus 2x üstə gəl kosinus 2x bərabərdir 3. Diqqət, deyirəm bunun həllini. Qəşəng misaldır. Bunun həllini bilməklə çox şey qazanırsınız. Diqqət. Bir də belə bir Amerikada zatdayam. Doğma, gözəl Azərbaycanımızdayam, nə Amerika. Baxaq bura. Uşaqlar, ona görə deyirəm ki, gərək çoxlu çalışma edəsiniz və nəinki çalışma edəsiniz, mahiyyət etibarı ilə. Nə bilim, yazır burada, orada səhərdir. Bu səhərdir, nə olacaq ki? İşıqdır da, mən qaranlıqda harada yazılıb ki, əgər gecədirsə canlı yayım qaranlıq bir yerdə olmalıdır. İşıqdır da, yanlışmışam burada, canlı yayın açıramda. Allah köməyin olsun sənin. Bu sual birinci dəfə deyil, bu dəfələrlə verilib bu sual. Mənim orada səhərdir. İşıqdır da, necə düşsün? İşığı söndürüb canlı yayın edin. Dəhşətdir. Bax, bunu necə yaza bilərsən? Əgər sən bax, biraz cəld. Əgər sən a sinus x üstə gəl b kosinus x bərabərdir c tənliyi bilirsənsə bu şəkildə. Bunu həll etmək üçün mütləq şəkildə c daxil olmalıdır. Parçada mənfi kök altda a kvadrat plus b kvadrat kök altda a kvadrat plus b kvadrat aralığına daxil olmalıdır. Mütləq. Mütləq şəkildə bu aralığa daxil olmalıdır. Yəni, bu tənlikləri görəndə siz birinci bunu bilməlisiniz. Bu özü də bir dərsdir. Bu praktik usul deyil, falan deyil. C daxil olmalıdır bura. Yəni, a sinus x plus b kosinus x bərabərdir c şəklini tənliyi görəndə sən birinci bax, bu c qiyməti bunun qiymətlər oblasına daxildir ya yox. Daxildirsə qollarını çırmalab bir həll usulu tap. Daxil deyilsə həll deyil. Ona görə sən nə edirsən? Bunun qiymətlər oblasını tapaq. Əvvəlcə kök altda a kvadrat plus b kvadratı tapaq bunun üçün. Bu da bərabərdir kök altda 2-nin kvadratı üstə gəl 1-in kvadratı. Elə deyilmi? A bizdə 2-dir, B də 1-dir. Kök altda 5 səhv eləmirəmsə 4 plus 1. Bu da təxmini 2 tam nə qədərdir? 2 tam nə qədər? Elə bil ki, bunun qiymətləri oblasti oldu mənfi 2 tam nə qədər? 2 tam nə qədər? Bu 3 yetim bu aralığa daxil deyil. 3 daxil deyil bu aralığa. Daxil deyilsə bu tənliyin həlli yoxdur. Yəni boş çoxluq. Boş çoxluq. Əhsən, boş çoxluq. Nə tərtaplısı. O biz nəyə oxşuyur? Adətən bir çətin misal həll edirsən. Dəhşət çətin bir misal. Misalı həll edirsən, gəlirsən hara çıxırsan, məsələm deyirəm də 6 vurulsun 7. Həll elədin, uzun bir prosedur keçdin, gəlib çıxdın 6 vur 7-yə, deyirsən şagird oradan qayıtdı. 42. Əhsən. Dərhal deyir özdə. İndi bu da belə, boş çoxluq. Bu belə. Bəs daxil olsaydı, bu da qəşəng soru. Daxil olsaydı, bu şəkildə tənliklərin həll usulu da var da, qəşəng sualdır. Hər tərəfi kök altda a kvadrat plus b kvadratına böl. Ondan sonra kosinus və ya sinusa gətir, sinus alfa plus beta, kosinus alfa plus beta minusa, ora gətir, həll edə. İstəyirsən, baxın, burada belə bir tənlik varsa, gələk o tənliyi, gözlə. Yaxşı sual verdin. Ona aid yazaq baş üstə. Yazımda. Əlimizdə deyil bəyəm. Gözdə baxım var burada. Olmasa özümdən yazacağım. Yazaq da baxaq bura.
Dedim canlını bağlayayım. Eybi yox. Bax bura. Sinus x minus kosinus x bərabərdir 1. Bax bu şəkildə bitərmiş. Yenə deyirəm uşaqlar. Şagirdlərdə belə bir fikir formalaşıb. Nə gördü kvadrata yüksəldir, həll edir. Sən bunu kvadrata yüksəlsən, səhvə yol verəsən ya da yerə şərt qoyasan. Çünki bayaq dediyim kimi, bunun qiymətlər olması mənfi kökdə 2, kökdə 2 aralıqdır. Daha o yerində qalmayaq biz. Bu həmişə eyni qiymət almır axı. Sol və sağ tərəflər eyni qiymət almalıdır. Sən sonra kvadrata yüksəltməlisən. Burada eyni qiymət almır. Amma bu bir daxildir. Dedik ki, neyinilik? Hər tərəfi kök altda a kvadrat plus b kvadrata bölürük. A1-dir, b də mənfi 1-dir. Kök altda a kvadrat plus b kvadrat kökdə 2-dir. Bu şəkildə tənlikləri bax buna bölürəm. İndi hər tərəfi mən səliqə ilə kökdə 2-yə bölürəm və özünüzə öyrəşdirin uşaqlar. Bax, yenə deyirəm, bunun özü bir dərsdir. A sinus x plus b kosinus x bərabər c şəklində tənliklər. C mütləq mənfi kökdə a kvadrat plus b kvadrat, kökdə a kvadrat plus b kvadrat parçasına daxil olmalıdır. Olsa həlli var, olmasa həlli yoxdur. Həlli yoxdur, aydındır. Həlli olsa necə dediyim kimi, kökdə a kvadrat plus b kvadratda həmişə budur. Böl getsin. Qutardım. Bunu bölsəm olacaq 1 böl kökdə 2 sinus x minus. Bunu bölsəm olacaq 1 böl kökdə 2 nə? Kosinus x bərabərdir 1 böl kökdə 2. Bura qədər aydındır. Ondan sonra düstura gəlməlisən. Məsələn, düstura gəldi. Bu yazıram sinus 45 və ya sinus pi böl 4. Yazmaq olar da kökdə 2 böl 2-yə 1 böl kökdə 2. Sinus pi böl 4 sinus x minus kosinus pi böl 4 kosinus x bərabərdir 1 böl kökdə 2. Bura qədər də aydındır. Gördünüz, pillə-pillə gəldik. Sinusdan da yazmaq olar uşaqlar. Onun səhvi yoxdur. Qorxulu bir şey yoxdur burada. İndi kosinusa görə yazsa, bunların yerlərini dəyişsəm olacaq kosinus pi böl 4 plus x bərabərdir mənfi 1 bölə kökdə 2. Düstura görə də götürüb yerlərini dəyişdim. Bu olacaq kosinus pi böl 4 kosinus x minus bu. Yerlərini dəyişdim, bu mənfi olacaq. Yenə deyirəm, sənin xoşun gəlmirsə bundan sinusa görə yaz. Eyni cavabdır. Bu da düsturdur da. Pi böl 4 üstə gəl x bərabərdir. Arkosinus plus minus arkosinus bu. Bu da arkosinus mənfidə pidən çıxırıq da. Pi minus pi böl 4. 3 pi böl 4. Üstə gəl 2 pi k. Bunun bu hissəsi dairəsizlikdir də. Yazaq. Mənim üçün fərqi yoxdur. Ondan sonrası aydındır da. Bir dəfə mənfini götürüb x-i tapırsan, bir dəfə də müsbət götürüb x-i tapırsan. Daha ora vaxt itirməyək. Bu da belə. Yəqin ki, aydın oldu da. Bilmirəm. Yəqin ki, aydın oldu. Belə canlı yayını bağlayayım yavaş-yavaş. Bitirək də. İnşallah sabahlarda canlı yayında olacağım. Görək başımıza nə iş gəlir. Hələlik. Gecəniz xeyrə. Yoxsa canlı izləyici saydı üstü 100-200 neçədən gəldi bu arada. Sonlar da ona görə. Belə görüşərik hələlik.